İmam Rza əleyhissalam bir gün bir nəfərin evinə gəlir, hələ Tusda, Məşəddə. Onun yanında oturur, söhbət edirdi. Vaxtı ikən Abbasi xanədanının bir işçisi olmuşdu. Görür ki, orucluq vaxtıdır, bu oruç tutub. Birində yəqin xəstədir, çox müdaxilə edir. Namaz vaxtı gəlir, namaz da qılmır. Deyir, sən niyə belə eləyirsən? Deyir, mən o vaxtı Abbasi xanədanında işçi idim. Neçə adamı mənə tapşırdılar ki, bunları apar, bir dəstəni öldür, bu apardım, bir dəstəni. Axırıncı dəstəni aparanda bir nəfər deyir ki, bəs bu seyid balalarını, Peyğəmbər övladlarını qırdın. Sən demə, bu seyidlər imiş, deyir. Ondan sonra deyir, mən bütün bağışlanmağımdan naümid oldum filan. İmam Rza əleyhissalam hirslənir, durur ayağa, deyir ki, and olsun Allaha ki, sənin bugünkü ümidsizliyin daha ağır günahdır, nəinki onları öldürmək. Yəni, kim olursan ol, nə olursan ol, sənin günahın Allahın rəhmətindən böyüdür.